Sonuncu festival kitap bayramı, bir yere toplayıp seveni hamı. Bura nur çileyir her sətir her söz, tarixin səsidir kitab rəfləri. Her yeni nəşrdə canlanır bir iz, birləşir qardaşın saf hədəfləri. Turana boylanır bu ulu meydan, kitabın ışığı ucalır göğe, ruh alır, can alır. Bugün her insan sarğı sever, elinde bu hoş mecanda. Yusif nəğməkarın ucalır sesi, onun təqdimatı töhfəsi canda. Misalar yüreğin saf təranəsi, şair öz eşkini bəxş edir bizə. Her sətir bir nəğmə bənzəyir dənizə, qələmi nur saçır duyğusu dərin. Kitablar paylayır könül mülkündən, nəğməkar imzası bu şux günlərin. Silinməz itməyə xalqın zəhindən, o sözü nəğməyə bükən sənətkar. Bu kitab bayramı onunla yaşar. Yusuf müəllim təbrik edirik. Çünki bu nəğmə elə bir nəğmədir ki, Türk dünyasının birləşməsi. Mən bunu 2006-cı ildə yazmışam. Ancaq şükürlər olsun ki, indi artıq Türk dilli xalqlar artıq o birləşmək üzrədir. Ondan sonra o gözəl bir layihədir. Ona görə də o nəğmə də ki, çox sözləri də möhtəşəmdir, gözəldir. El atası, rüya mahnısı. Deyəcəm, Yusuf'un tək o nəğmə, Yusuf'un çox nəğmələri var. El atası var, Azərbaycan torpağında var, Azərbaycan prezidenti var. Sonra oynaq, şən, gözəl nəğmələr var. Çoxdur Yusuf'un. Qurtuluş var, çox gözəl. Yəni vətənpərvər nəğmələri çox Yusuf'un. Rüya, hey baxaram yollarına, hicran var, özmək çoxdur, hə. Sağ olun. Mən Yusif Nəğməkarı ilk şeir kitabından təxminən 35-40, bəlkə də 50 il bundan qabaq tanıyıram və onun ilk şeirlər kitabına mən rəy yazmışam. Müsbət qiymətləndirmişəm ki, bu cavan şair gələcəyin ən istedadlı şairlərindən birinə çevriləcək. Və ondan sonra da onun bütün çıxan kitabları, qəzetlərdə, jurnallarda silsilə şeirləri ilə maraqlanmışam, izləmişəm və baxıb görmüşəm ki, bu bizim müasir poeziyada özünə məxsus bir yol tutan və bu özünə məxsusluğu şeirlərində ifadə edən böyük bir obrazlı fikir sahibidir. Onun yaradıcılığı haqqında mən özünün dediyinə görə, mən bəlkə də yadımdan çıxıb bir 10-a qədər məqala yazmışam. Mən bir şairin yaradıcılığı haqqında uzaqbaşı 2 ya 3 məqala yaza bilərəm. Amma 10-a qədər məqala yazmışamsa, deməli bu mənim sevimli şairlərimdən biri olub. Onun yaradıcılığı haqqında hansı mövzuları işləməsi, şeirlərində hansı bədii təsvir vasitələrindən, sənətkarlıqdan istifadə etməsi haqqında mən çox danışa bilərəm.
Amma görünən kəndə nə bələdir. O şairdir və nədən yazırsa yazsın, onun yaradıcılığında özünün üslubu görsənir. Yusif nəğməkar. Bəlkə də onun şeirlərindən musiqiyə bəslənmə halları o qədər çox deyil. Amma o musiqini sevir. Və əgər Niyaməddin Musayevlə dostluğu varsa, mən inanıram ki, onun içindən gəlir. Onun şeirlərinə ola bilər ki, çox adam, çox bəstəkar musiqi yazmasın. Amma onun bütövlükdə yaradıcılığı şeirlərin içində o musiqi duyulur. Onun şeirlərinin içində o musiqiyə xas olan ən gözəl xüsusiyyətlər özünü göstərir. Buna görə də ona nəğməkar demək olar. Mən ona uzun ömür, can sağlığı, yaradıcılığında daha yeni zirvələr fəth etməyi arzulayıram. Turana boylanır bu ulu meydan, kitabın ışığı ucalır göğe. Ruh alır, can alır bugün her insan. Bu senet elinde, bu hoş mekanda, Yusif nəğməkarın ucalır sesi. Onun təqdimatı, töhfəsi canda, misalar ürəyin saf təranəsi. Şair öz eşkini bəxş edir bizə, hər sətir bir nəğmə bənzəyir dənizə. Qələmi nur saçır, duyğusu dərin, kitablar paylayır könül mülkündən. Nəğməkar imzası bu şux günlərin, silinməz itməyə məğbən zəhindən. O sözü nəğməyə bükən sənətkar, bu kitab bayramı onunla yaşar. Esravuna sonunla yaşa, Sener esravuna sonunla yaşa, Sener esravuna sonunla yaşa. Vuranır, çileyir her sətir, her söz, tarixin səsidir kitab rəfləri. Her yeni neşirde canlanır biriz, birleşir kardeşin saf hedefleri. Turana boylanır bu ulu meydan, kitabın ışığı ucalır canlı. Ruh alır, can alır bugün her insan, bu senet elinde, bu hoş mekanda. Yusif nəğməkarın ucalır sesi, onun təqdimatı, töhfəsi canda.
seçkini bəxş edir bizə. Hər sətir bir nəğmə bənzəyir dənizə. Qələmi nur saçır, duyğusu dərin. Kitablar paylayır könül mülkündən. Nəğməkar imzası bu şux günlərin. Silinməz itməyənə xalqın zəhnindən. Yusif Nəğməkar müasir çağdaş dövr Azərbaycan poeziyasını yaradan qələm sahibləri içərisində öz imzası ilə seçilən və bir çox kitabları ilə oxucuların mütəmadi olaraq görüşünə gələn qələm ustası, söz adamıdır. Yusif Nəğməkarın yaradıcılığı geniş diapazondadır. Əslində elə nəğməkar təxəllüsü onun yaradıcılığını ehtiva edir. Çünki Yusif Nəğməkarın şeir dilindəki sadəlik, axıcılıq, bəzi şeirlərindəki dərin fəlsəfi qat və metaforaların bolluğu onun yaradıcılıq səviyyəsinin belirtisidir. Mən 2023-cü ildə bizim möhtəşəm qələbəmizin 44 günlük Vətən Savaşının Güney və Quzey Azərbaycan yazarlarının inikasını əks etdirən nümunələrdən ibarət antolojiya tərtib eləmişdim. Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa adlı antolojiya. Bu antologiyada Yusif Nəğməkarın onlarla şeirini daxil etdim. Çünki onun bir özəlliyi də vətən torpağının qarış-qarış gəzməsi və Azərbaycanın bölgə-bölgə gəzərkən gördüyü o əsrarəngiz mənzərələrdən ilham alaraq təbiət mövzusunda şeirləri yaratmasıdır. Və onun vətənpərvərliyi ən yüksək səviyyədədir və vətəni sevmədən düşünürəm ki, vətənə o sevginin bəlirtisi olan əsərlər həsr eləmədən gerçək şair olmaq mümkün deyil. Yusif Nəğməkarın da həmin o antologiyada Şuşaya, bizim qəhrəman ordumuza, şəhidlərimizə və Azərbaycan ordusunun, əskərlərimizin və Ali Baş Komandanımızın xalqla birliyi əsasında, birliyinin sonucu olaraq qazanılan möhtəşəm qələbəyə onun şair münasibəti, poetik münasibəti gerçəkdən çox orijinaldır. Düşünürəm ki, Yusif Nəğməkar şeiri, Yusif Nəğməkar sözü hələ bir çox oxucuların, soydaşlarımızın könül rübabını ehtisasa gətirəcək, dilləndirəcəkdir. Dədə Ələsgər ocağının rəhbəridir. Həm də Dədə Ələsgər ədəb birliyinin də rəhbəridir ocağın nəzdində. Yəni Xətai müəllim bizim üçün Dədə Ələsgərin elə bir nəfəsini alırıq da bu kişidən. Boy, buxun, görkəm, qəlb hamısı odur. Ona görə də vacibdir. Çox sağ olun. İlk növbədə bütün kitab sevərləri təbrik edirəm. Doğrudan da çox əhəmiyyətli bir gündür. Deyərdim, bu xüsusilə gənclərimizə belə deyəndə tərbiyəvi bir gündür ki, bu kitablarımızı bugünkü gündə gənclərimizə yeni belə deyəndə oxuculara təqdim olunur. Burada da mən gözüm sataşdı, hörmətli şairimiz Yusif Nəğməkarın Ələsgər Zirvəsi poemasını gördüm. Həqiqətən də çox deyərdim ki, olduqca möhtəşəm bir əsərdir. Yusif müəllim böyük şairdir. Ümumiyyətlə Ələsgər haqqında çox adamlar şeirlər yazıblar. Deyim ki, belə mahnılar bugünkü gündə səslənilir hər yerdə. Amma Yusif müəllim bu poeması deyərdim ki, çox əhəmiyyətlidir və xüsusilə gənclərimiz üçün. Orada bütün Dədə Ələsgərin uşaqlığından tutmuş, daha böyüyüb boya başa çatdığı dövrə qədər o kitabda özünü göstəribdir. Mən bütün oxucuları təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm. Bu doğrudan da bizim mənəviyyətimizdir, bu kitab bizim gələcəyimizdir. Burada bir çox kitablara da yenə gözüm sataşdı. Bir neçəsini də artıq götürmüşəm, bir neçəsini yenə götürəcəm.
Hər kəsə təbrik edirəm bu gün münasibətilə. Bu kitab bizim gələcəyimizdir. Hər birinizi təbrik edirəm. Hər insanın ömründə onun üçün ayrı bir aləmdir ki, o aləm içində ancaq özü yaşayır, öz duyğularıyla yaşayır. Yusif Nəğməkar bizim kateqoriyadan olan insanların gəncliyin ən ülü vaxtının duyğuları üzərində işləyib əsərlərini. Yusif Nəğməkarın əsərlərində bizim gəncliyimiz, ömrümüzün baharı olan gəncliyin təravəti yaşayır. Yusuf Nəğməkarın mahnıları üstündə, nəğmələri üstündə sevgilərimiz yaşayır, rəğbətimiz yaşayır, təbiətə vurulmamız yaşayır. Yusuf Nəğməkarın həm mahnıları, həm şeirləri insanın idrak edə bilmədiyi xüsusi bir duyğuların içindən sızıb gəlir. Yusuf Nəğməkar şəlalələrin dilindən danışır, çiçəklərin dilindən danışır. Asılan çiçəklərin, tökülən yarpaqların dilindən danışır. Yusif Nəğməkar son zaman Dədə Ələsgər haqqında möhtəşəm bir poema yaratdı, Ələsgər zirvəsi. Və bu poemanı da yaratmalıdır çünki yaradıcılığının qayəsi sazın, sözün hikmətindən yoğrulub. Sazın fəlsəfəsi var Yusuf Nəğməkarın görkəmində, səsində, yaradıcılığında, davranışında. Möhtəşəm bir şairimiz, möhtəşəm bir nəğməkarımızdır. Bir məsələni xüsusən qeyd edirəm. Nəğməkar təxəllüsü sadəcə bir təxəllüs deyil. Mahnı, musiqi, nəğmə, bunlar fərqli şeylərdir. Nəğmə o nəsnədir ki, anaların laylası var onun səsində. Ağılar var, bayatılarımız var, oxşamalar var, eğdirmələr var, laylalar var. Məhz ana laylası da nəğmələrlə, hətta insanın torpağa bağlılığını ifadə edən bütün duyğular, o tırınqalar yenə nəğmələrlə ifadə olunur. Ona görə Yusif müəllimin həm şeiriyyatı, həm mahnısı başda nəğmədir. Bugünkü dövrdə şair olmaq çətindir, yoxsa oxucu tapmaq? Əlbəttə ki, şair olmaq oxucu olmaqdan çox çətindir. Bu mənim öz baxışımdır. Oxucu o kəsdir ki, onun duyğusunu ifadə eləyən, onun özünü, obrazını tanıdan hansı mətni tapsa ona bağlanacaq. Amma kitab oxuma həvəsi çox təəssüf ki, müasir insanlar arasında çox azalıb. Çünki daha çox vaxtlarını sosial şəbəkələrə sərf edirlər. Amma bütün bərəkət məhz kitab oxumaq üzərindədir. Elm də elədir. Sosial şəbəkədən oxunan elm beynə kitabdan oxunan kimi qabil ola bilmir. Ona görə daha çox istərdim ki, bu cür insanların yaradıcılığı oxunsun. Əsl yaradıcılara fikir verilsin. Onlar örnəklər. Onların yaradıcılığı bir istiqamətdir. Onların yaradıcılığı bir didaktikadır, bir ədəb-ərkən parametrlərdir. Örnək olanlardan yapışsınlar. Yəni xalqımızın hər nə olsa da, dünya hara inkişaf edirsə, xalqın genetik fondu var, özünün öz mənliyi var, öz geni var, öz dəyəri var, öz ululuğu var. Onu ifadə edən obrazlar cəmləşib Yusif Nəğməkarın əsərlərində. Ona görə çox istərdim ki, daha çox gənclik buna fikir versin və gənclik duyğuları, gənclik sevgiləri Yusif Nəğməkarın əsərlərində həm musiqilərdə daha çox ifadə olunur. Ona görə gəncliyə çox təklif edirdim oxusunlar. Yusif Nəğməkar haqqında çox söz demək olar. O, çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Ən azından onun yazdığı hər bir şeirdə böyük bir poetik nəfəs var, poetizm var, lirizm var. Bu insan şeirində insanları bütün ruhuna doğmalaşa bilir, ruhunu dincəldə bilir. Onun hər bir misrasında böyük bir məna var. Yenə də deyirəm, poetik nəfəsi duyulan şairi oxumaq olar, onu sevmək olar. Yəni bu baxımdan artıq Yusif Nəğməkar özünün sevgisini qazanmış bir şairdir. Bugün elə bir sevilən şairi mən təbrik edirəm və ona uğurlar diləyirəm. İnanıram ki, Yusif Nəğməkar layiqli olduğu xalq şair adını da alacaq. Çünki o buna həqiqətən layiqdir. Mən ona çox böyük hörmət bəsləyirəm. Onun yaradıcılığı ilə şəxsiyyəti bütövdür və bu bütövlüyü qoruduğuna görə elə mənim ona çox böyük hörmətim var. Allah bütün
şairlərimizə, belə deyim, əsr qələm sahiblərinə, əsr şairlərimizə Yusif Nəğməkar kimi olmaq arzulayıram. Yusif Nəğməkar poeziyası haqqında çox danışmaq olar. O poeziya rəngarəngdir. Orada Aşıq Ələsgər Ozan sənətindən gələn ruh var, həm də müasir modern ədəbiyyatın ruhu var. Demək olar ki, Yusif Nəğməkar həm keçmişi, həm də gələcəyi birləşdirən şairdir. Onun şeirlərində keçmişi də görmək olur, gələcəyi də duymaq olur. Yusif Nəğməkardan iki bənd bir şeir demək istəyirəm. Məni göz yaşınla çaşdırma belə, kişilər aldanır göz yaşlarına. Ağlaya-ağlaya söz demə bir də, yaraşmaz o titrək söz yaşlarına, kişilər aldanır göz yaşlarına. Ağla, bu dərdlərin yüzünə ağla, amma doğru dürüst özünə ağla, madam ağlayırsan, düzünə ağla. Qoy mən də inanım düz yaşlarına, kişilər aldanır göz yaşlarına. Həsrət yağışında az islanmadın, leysanla sönmədi alovun, odun, qadına bənzəyən sirli həyatın, nəğməkar, dözmüsən düz yaşlarına. Kişilər aldanır göz yaşlarına, şairlər aldanır göz yaşlarına. Çağdaş Azərbaycan poeziyasının ən layiqli nümayəndələrindən biri olan Yusif Nəğməkar haqqında ədəbiyyata məxsus ən gözəl sözləri söyləmək olar. Çünki lap gənclik illərindən yaradıcılıqla məşğul olan Yusif Nəğməkar bu günə qədər öz peşəkarlığını, öz samballı yaradıcılığını, Azərbaycan ədəbiyyatını layiqincə təmsil etməyini qoruyub saxlaya bilmişdir. Yusif müəllimin istər lirik poeziyası, istər də lirik epik poeziyası həqiqətən də mükəmməl əsərlərdən ibarətdir. Onun şeirlərinə çox saylı mahnılar bəstələnmişdir və bu onun lirikasının nə qədər məşhur olmağının, nə qədər sevilən olduğunun sübutudur. Lirik epik əsərləri, yəni poemaları da demək olar ki, Azərbaycanın müasir tarixinin hər bir prosesinə, hər bir hadisəsinə həsr edilibdir. Onun lirik şeirlərindəki o lirik mən, özünə məxsus insan, bir vətənpərvər şair, bir təmiz məhəbbətlə sevən aşiq obrazı poemalarında vətənini sevən, xalqını sevən, milləti üçün fədakarlığa hazır olan bir müəllif obrazı ilə tamamlanır. Yusif müəllimin demək olar ki, lirik epik poemalarından tamamilə tanışam. Onun qələminə məxsus olan Şərşənbə poemasından üzübəri, ta əlimdəki gördüyünüz Ələsgər zirvəsi kitabına qədər bütün iri həcmli əsərlərindən tanışam və onun haqqında əvvəllər də işlətdiyim bir sözü yenə tam cəsarətlə demək istəyirəm ki, Yusif müəllimin əsərlərinin istər bədii keyfiyyəti, istər orada qoyulan problemlər və problemin həlli baxımından Yusif müəllim Azərbaycan ədəbiyyatının ən böyük titullarına layiqdir və o titullardan biri də Azərbaycanın xalq şairi tituludur ki, bir insanın, bir yazıçının, bir yaradıcı şəxsiyyətin Azərbaycanın xalq şairi, xalq rəssamı və yaxud da xalq yazıcısı fərq etməz də dövlətin rəsmi titullarına sahib olması üçün nə lazımdır? O insanın yaradıcılığının, o xalqın problemlərinə həsr edilməsi, problemlərinin dünyaya çatdırılması, oxucuya çatdırılması yönündə bir mövzunu əks etdirməsi. Bu baxımdan Yusuf müəllimin əsərlərində Azərbaycanın həm inkişaf tarixi, həm işğal tarixi, hər biri çox mükəmməl şəkildə onun demək olar ki, məsəl üçün Zal ağacı poeması var ki, bu poema qaçqınlıq həyatı yaşamağa məcbur olmuş insanlarımızın ümumiləşdirilmiş obrazını Zal obrazı vasitəsilə, bu insanın şəxsi həyatında, bu insanın başına gələn hadisələr vasitəsilə Azərbaycanın milyonlarla qaçqınlarının faciəsini ümumiləşdirib və bunu kimi digər bütün əsərlərini də göstərə bilərik. Eləcə də Aşıq Ələsgərə həsr edilmiş Ələsgər zirvəsi poeması. Bu poemada bildiyimiz kimi Aşıq Ələsgər haqqında tədqiqatçılar kifayət qədər yazılar yazıblar, yəni məqalələr və yaxud monoqrafiya halında. Amma onun bədii obrazının mənə elə gəlir ki, ən mükəmməl
tərəfi Yusif müəllimin poemasındadır və Yusif müəllimin bu poemasında həm də bir özəl cəhət ondadır ki, bu təkcə bədii ruhun, bədii düşüncənin sözlərindən ibarət deyil. Bu əsərdə Aşıq Ələsgər haqqında yüksək fikir söyləmiş müxtəlif alimlərin fikirləri cəmləşdirilib. Yəni əsər, bu poema, mən nə qədər poema tədqiqatçısı olsam da tamamilə yeni bir formaya rast gəldim ki, həm başqa yazarların, başqa alimlərin sitatlarından ibarətdir, həm də Yusif Nəğməkarın öz Ələsgər haqqında öz fikirlərindən ibarət bir əsərdir və ümumiyyətlə yenə də sözümüzü ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, doğrudan da Yusuf Nəğməkar müasir Azərbaycan poemasının ən layiqli imzalarından biridir. Türk dünyasının çox qüdrətli sənətkarı Dədə Ələsgər haqqında çox adamlar yazıb, çox şairlər yazıblar. Amma Yusif Nəğməkarın Dədə Ələsgərə həsr edildiyi Ələsgər zirvəsi poeması əsəri çox qüdrətli bir əsərdir. Və təbii ki, bunun müzakirəsi çox keçdi, çox Yazıçılar Birliyində də oldu, başqa yerlərdə də oldu. Mənə görə Dədə Ələsgər haqqında yazılmış ən gözəl əsər elə Yusuf Nəğməkarın Ələsgər zirvəsi əsəri. Bir qüvvət şeirlə də desəniz? Yəni görüm, yadıma düşəcəyim. Deməli, 1977-ci ildə Azərbaycanın çox qüdrətli şairi Rəsul Rza Yusuf Nəğməkar haqqında Təsadüf adlı bir məqalə yazmışdı. Bu məqalə 1977-ci ildə Ədəbiyyat və İncəsənət qəzetində nəşr olunmuşdu. Həmin yazıda onun bəyəndiyi, sevdiyi şeirlər çoxudur, amma ikisini xüsusilə qeyd edirdi. Çünki onların biri Ləpələr şeiridir, biri də Oyuncaq mağazası. Şeirin indi olduğu kimi yadımda deyil, amma şeirdə bir şey yazılır ki, deməli, 2 nəfər gəlir, görürlər ki, oyuncaq mağazasıdır, oradan nə isə almaq lazımdır, içəri girə bilmirlər. Deyirlər, bu oyuncaq mağazasında niyə girək ki biz? Bizim mağazadan övladları yoxdur da bunların. Orada bir oyuncaq almaq fikirləri olsa da, amma oraya girmirlər. Deyir, mağazaya girəkmi, bizə kukla gərəkmi? Baxdılar, yandılar için. Axı nə alaydılar körpəsiz bir ev üçün? Yusuf Nəğməkar haqqında əslində uzun illər bundan əvvəl, hələ Sovet dövrü, yəni tanınmış şairlərimiz, tanınmış söz adamları, bu sözün keşiyində duranlar, Yazıçılar Birliyinin rəhbərləri vəzifəsində çalışanlar öz sözlərini deyiblər və onu deməli bu ədəbi aləmə təqdim ediblər. Və sonra təbii ki, sıra gəldikcə biz də öz sözümüzü demişik. Mənim Yusuf Nəğməkar yaradıcılığı haqqında 3 geniş məqaləm var və mən belə hesab edirəm ki, əslində bir şair haqqında həm oxucu, həm də digər qələm adamlarının söz deməyi çox məqbuldur. Yəni, bunlar əsasdır. Çünki sözün necə deyərlər qədrini söz adamı bilər də, sözə dəyər verənlər bilər. Ona görə də mənim yazdığım o 3 böyük məqalə yanaşı, yəni bu son ki, bir səhv eləmirəmsə keçən il Çağdaş Poeziyamızın Nəğməkarı adlı bir kitab çıxdı. Orada Yusuf Nəğməkar haqqında bəlkə də 100-ə qədər söz adamı, qələm sahibi söz demişdi. Mənim də orada məqalələrim dərc olunmuşdu. Yusuf Nəğməkarın yaradıcılığında, poeziyasında vətən, millilik daha çox öndədir və təbii ki, bunlarla yanaşı sevgi şeirləri də var. Amma mənim ən çox onun oxuduğum, bəyəndiyim, daha doğrusu təqdir etdiyim əsərləri Çingiz Çini, Çanaqqala, Türkəkala. Yəni ki, bunlar hamısı, bu əsərlər, bu poemalar bizim hələ indi qurmağa çalışdığımız Turan yolçuluğunda, Türk dünyası, Türk Təşkilatlar Birliyinin gördüyü işləri, yəni indi qələmə aldığımız bu mövzuları Yusuf müəllim neçə illər əvvəl o əsərlərində deməli təhlil eləmişdi, təbliğ eləmişdi. O izi açmışdı ki, gələn yeni gənc nəsil yazarlar da o izlə hələ də gedir. Can sağlığı arzulayıram, uğurlar arzulayıram. Bu yaşda
hələ də sevgi şeirləri yazmaq və gözəl yazmaq və ürəkdən, necə deyərlər, tərabətli yazmaq hər şairə qismət olmur. Demək ki, Yusif müəllimin həqiqətən ruhu da gəncdir. Can sağlığı arzulayıram, uğurlar arzulayıram və arzulayıram ki, neçə illər hələ siz də ondan belə müsahibələr hazırlayasınız, verilişlər təqdim eləyəsiniz. Çox sağ olun, bu qədər. Cəlal Bərşadla çiyin-çiyinə çalışan, onu iş şəraitində tanıyan, hər zaman Yusuf müəllim yanındayıq. Turana sözü verim. Allah xalqımızı, millətimizi, dövlətimizi qorusun. Təbrik edirəm bir daha Yusuf müəllim. Eyni zamanda Abşeron rayon üzrə Şəhid Alar Qazilər Müdafiə İctimai Birliyin sədr müavini olaraq eyni zamanda mənim şöbə müdürüdür, bəli. Torpaqlarımızın işğaldan azad olunmasında sizin də böyük əhəmiyyətiniz. Sizin fəaliyyətiniz var orada. Ona görə də bizim də yaradıcılığımız, istər bir şair kimi məni, istər Xətai müəllimin, açıq ədəbiyyatının gözəl nümayəndəsi onun yəni təhlilin, zadın düzgün bilən, orijinalı Xətai müəllimdir, orijinalı. Nəyi kim səhv yazırsa Xətai müəllim düzəliş edir. Dədə Ələsgərin nəticəsidir. Sonra xanım da həmçinin bugün gəlib, yəni ki, Niyaməddin müəllimdə bu gözəl tədbirin ən bir səs sənətçisi kimi tərənnümçüsüdür. Ulu Türk dünyası haqqında, Azərbaycan Türk birliyi haqqında mahnıları var, o da səslənəcək. Bizim də yaradıcılığımızın artıq böyük hissəsi bizim şəhidlərin ruhu şad olsun. Şəhidlərimiz haqqında, sizi kimi qazilərimiz haqqında olan əsərlərimizdir. Hələ də biz əsərləri yazmaqlar. Bir şey də qeyd edelim ki, dəyərli, hörmətli, əziz bizim ziyalılarımız, eyni zamanda burada mənim Musayevdir. Musayevlə həm familiyamız eynidir. Allah kömək olsun Musayev sizə. Bəli. Burada Dədə Ələsgər İctimai Birliyinin sədrini görürəm. Allah kömək olsun Xətai müəllimə. Xətai müəllim, inşallah Dədə Ələsgərin məzarını zaman olsun biz Vətən müharibəsi iştirakçıları inşallah qeyd eləyək. Bəli, bəli, bizi fəxr edirik ki, Dədə Ələsgərin belə bir nəvəsi var inşallah. Allah xalqımızı, millətimizi, dövlətimizi qorusun. Burada mənim köməkçim də var, Musayev, zəhmət olmasa yaxınlaşın. O torpaqları ki, gedirdi o qəhrəmanlar. Salam aleyküm, xoş gördük sizləri. Dədə Ələsgər İctimai Birliyinin sədr müavini Yusuf müəllimdir. Başarım, öz fikirlərinizi bildirəsiniz. Təşəkkür edirəm bu gözəl bir festivala görə, kitab festivalına görə. Elə mən də qızımı gətirdim. Qızım da kitab həvəskarıdır. Bir neçə xoşladığı kitabları aldıq. Çox şadam ki, sizin kimi insanların arasındayıq. Təşəkkür edirəm hər birinizə. Bir dənə vurğulayım müəllim. 3 dəfə qara kəmər sahibidir, dünya çempionudur. Bəli. Bəli. Bir həftə öncə də qardaş Respublik Türkiyə Respublikasında bizim bayrağımızı dalğalandırdı. Birinci yerə çıxdı. Çox sağ olun, var olun. Allah xalqımızı, millətimizi, dövlətimizi qorusun. Musayev, xahiş edirəm sizə bir kəlmə. Əslində dost arasında çok güzel toplantıdır. Elbette ki bütün Türk dili xalqların birləşməsi vacibdən də vacib. Şükürlər olsun ki birləşdik. Buyurun Xətai müəllim, siz də bir... Mən uğurlar arzulayıram, bütün oxuculara can sağlığı arzulayıram. Sağ olsunlar, gözəl vaxtlarını ayırıb gəliblər bura, birlikdəyik. Bu həqiqətən də bir bayramdır. Bugün bizim ədəbiyyatımızın bayramıdır, yazarlarımızın bayramıdır. Mən belə Yusuf müəllimi təbrik edirəm bugün münasibətilə. Uğurlar arzulayıram, gələcəkdə daha gözəl poemalar həsr eləyəsiniz. Mən arzu edirəm ki, Yusuf müəllim ən böyük poeması var, Dədə Ələsgərlə bağlı. Mən arzu edirəm ki, Göyçəmizə qaydaq, yeni bir poema Yusuf müəllimlə gözləyirəm. İnşallah ona da nail olarıq. Təbrik edirəm. Sağ olun. Bugün 6-cı Türk Dünyası Ədəbiyyat və Kitab Festivalıdır. Çox gözəl bir kitab bayramıdır, mədəniyyət bayramıdır, həmrəylik bayramıdır və bizim bugün dəyərli yazarlarımızın, müəlliflərimizin imza günləri keçirilir. Mən dəyərli yazarımız, şairimiz Yusif Nəğməkarı gördüm burada. Onun da bugün imza günüdür və onunla görüş keçiriləcək. Yusif Nəğməkar bizim lirik şairimizdir, nəğməkar şairimizdir, eyni zamanda mübariz şairimizdir. Onun şeirlərində vətənpərvərlik mövzusu, mübarizlik mövzusu, sevgi mövzusu təbii ki
mühüm yer tutur. Uşaqlar əvvəl Yusif müəllimə mən uğurlar arzulayıram. Yəni elə gəlir ki, onun imza günü yenə anşlaqla keçəcək həmişə olduğu kimi. Bütün cəbhə bölgələrində Çox sağ ol. şanlı Hər birinizi ayrı-ayrılıqda və cəm halda birlikdə salamlayıram. Günümüz xoş keçsin. Bizim bugünkü tədbir haqqında uzun-uzadı danışmaq istəmirəm. Hamıya məlumdur. Bu Türk dünyasının birlikdə bir tədbiridir. Kitab bayramıdır, ədəbiyyat bayramıdır. Kaş həmişə belə bayramlarımız tez-tez olsun, oxucularımızın sayı da çox olsun. Bu mənada mən hər birinizi təbrik edirəm. Əziyyət çəkib gəlmişsiniz. Böyük şövqlə, böyük eşqlə, böyük inamla nəsə bir şey eşitmək üçün gəlmişsiniz. Yaxşı bir şey. Vətənimiz haqqında, qalib Azərbaycanımız haqqında, torpağımız haqqında, daxili aləmimizdə olan mənəviyyatımız haqqında, o mənəviyyatın gözündə sevgimiz haqqında, bütün bunlar haqqında bugün sanki bir sınaq kimi, sanki elə bir imtihan kimi bir görüşdür bu. Amma həm də bizim birliyimizi təmsil edən bir görüşümüzdür. Mənimlə bura çoxlu dostlarım, çoxlu yoldaşlarım, qohumlar, doğmalar, əzizlər gəliblər, amma onlardan təbii ki, səhnədə bir qismi buradadır. Hamını bura sığışdırmaq mümkün deyil. Onların da ürək sözləri var. Bugünkü gün haqqında, mənim yaradıcılığım haqqında və həm də bizim televizyana, ATV kanalının əməkdaşları bu görüşümüzü bir veriliş kimi hazırlayırlar. Bayaqdan bəri müsahibələr götürürlər iştirakçılardan, sizlərdən. İndi isə səhnədən biz sözümüzü sizə deməyə gəlmişik. Deməli, indi burada əyləşən dostlarımızı mən bir-bir təqdim edeyim. Başdan Xətai Ələskərli, Xətai müəllim Dədə Ələskər Ocağı İctimai Birliyinin sədridir. Ustadlar ustadı, azman sənətkarımız Aşıq Ələskərin nəticəsidir və bizim o birliyimizin də həm də sədridir. Xətai müəllimə təşəkkür edirəm ki, bugün gəlib, böyle eşkilə, böyük sövqlə. Sonra mən baxıb deyirəm, ona görə tez-tez dönürəm. Adilə Nəzər əyləşib burada, filologiya üzrə və doktoru, dasent, gözəl şairə, həmişə deyirlər elə şair, əyəni artırmaq da olar, elə şair edilmək olar və həm də böyük bir təhsil ocağının aparıcı mütəxəssisidir. Həm də gözəl tənqidçidir və mənim çağdaş Azərbaycan ədəbiyyatının nəğməkarı mənə həsr olunmuşu böyük kitabda da onun bir neçə mənim əsərlərim haqqında məqaləsi var. Sonra bizim çox gözəl qiraətçimiz, özü də özünə təxəllis götürür. Ayna səs Məmmədulları elə doğrudan səsdir. İndi görəcəksiniz. O səs necə gözəl səsdir. Yadda qalan səsdir. Hacı Abbas mənim yaxın dostum, qardaşım. Ta indi demədim Xətaimi deyəndə, Göyçə məlum Ələskər deyəndə ta onu xırdalamadım. Göyçə torpağının yetirməsidir. Böyük bir klinikanın rəhbəridir. Tibbi klinikanın rəhbəridir. Amma onunla kifayətlənmir. Bu adam həm tənqidçidir, həm şairdir, həm sədaqətli dostdur, nə bilim iş adamıdır. Bir sözlə hər tərəfli böyük bir ziyalıdır. Ona görə də gəlib bugün əziyyət çəkib iştirak edir. İndi nəyin yiyək? Birinci mən danışım, sözüm mən deyil, yoxsa? Mən sözümü dedim əslində. Mən şeirlərimi əzbər deyə bilərəm bir-bir. Amma qarışıqlıq ki, ona gərək 20 saat şeir deyəm sonra. O alınmaz. Belə danışaq. Mənim burada 2 kitabımdır. Səhərdən götürüblər. 30-a qədər kitabı götürdülər için. Nəzarət edə bilmirəm. Hamısına halal xoş olsun. Onsuz da mən kitablarımı bağışlayıram. O kitablardan biri böyük azman sənətkarımız Dədə Ələskər haqqında yazdığım poemadır. Ələskər zirvəsi adları. Çünki Ələskər elə bir əl çatmaz zirvədir ki,
mümkün deyil Ələsgərin böyründə dayana bilmək. Heç bir şairin hünəri deyil, heç bir yazar hünəri deyil. Bugün mən isti-isti Xəyal Rıza qardaşıma, mənim qələm dostuma, istedadlı şair qardaşıma təşəkkür edirəm ki, bu şəraiti bizə yaradıb və neçə gündür onun zəhməti ilə bu gözəl tədbir həyata keçirilir. Mən istəyirəm ki, dünən də Yazıçılar İttifaqında çıxış elədik, orada Dədə Ələsgər poemasından, Ələsgər Cilvəsi poemasından bir hissəni oxudum, amma söz verdim ki, burada o toxunmadığım yerlərə də toxunacam. İcazənizlə mən bir şeir oxuyum. Sonra vaxt olarsa bir-iki sevgi şeiri oxuyaram. O könlümüz xoş olsun. Vətənpərvərlik şeirlərimiz çoxdur. Onu yığıb-yığışdırmaq mümkün deyil burada. Yəni burada mən bir şeir oxuyub geçsəm, deməyin ki, bircə şeir oxuyub getdim. Ələsgər zirvəsindən. Hikmətindən nur ələyən cahana Ələsgərdir, Ələsgərdir, Ələsgər. Şirin şərbət, şəfa qoşan ahına Ələsgərdir, Ələsgər. Miskin Abdal çeşməsindən su içən, kərkibaşlı aşıqdan ruh keçən, kamil ustad kimi alını seçən Ələsgərdir, Ələsgər. 14 yaşda saz kökləyib söz qoşan, bir pərdənin sədasına 100 qoşan, 9 teli qolça qola düz qoşan Ələsgərdir, Ələsgər. İlahi eşq nütfəsindən o yanan, haq yoxunda, haq yuxuda buta alıb oyanan, tamam sirrə, məmmaya boyanan Ələsgərdir, Ələsgər. O üçlər, o beşlər, yeddilər, 40'lar, hər biri saf duyğu axıdan arxlar, onlardan güc alıb dolanan çarxlar Ələsgərdir, Ələsgər. Kim Ələsdən bəli deyən o bəlli, pak ruhu ilə qal, bəla təməlli, ərki olan Şah Mərdan o əli Ələsgərdir, Ələsgər. Müxənnət zamana bimürvət fələk deyən o mət kişi cəsarətdə tək, ön görən, ən görən, övlüya, mələk Ələsgərdir, Ələsgər. Sözün əl yetməyən qatına aşiq, müdrük, azman şair, mükəmməl aşıq, göyçədən aləmə saçılan işıq Ələsgərdir, Ələsgər. Həm irfandır, həm təsəvvüf, həm sufi, həm arifdir, həm marifdir, həm şafi, həm hürufi, sidq məqbul, həm kafi Ələsgərdir, Ələsgər. Alp Ertonqa, Ulu Arslan Oğuz, Alp Ertonqa, Ulu babamız Oğuz, Ozan Qorqud dədə, ötən dil, ağız, başı uca, dağ köksü qabar, ağüz Ələsgərdir, Ələsgər. Vəhdət-i vücuda ünvan alan qət, 10 mərtəbələr, məqamlar əlbət, şəriət, təriqət, mərfət, həqiqət Ələsgərdir, Ələsgər. Ələsgərə büküm qal bəladan, ruhlar bəlisindən, bəlli əladan, şükranlıq əks edən qopan naladan Ələsgərdir, Ələsgər. Ot həqiqət, ər işıqdır, o dərdə, saf ağ elm, dürüst çarə, o dərdə, bağda yurda, bağ bağlayan o pərdə Ələsgərdir, Ələsgər. Sənət köylərini tiran eyləyən, küllü kainatı seyran eyləyən,
Yusif nəğməkarı heyran eləyər. Ələskərdir, Ələskərdir, Ələskər. Söz verilir Xətai müəllimə. Hər kəsi salamlayıram. Doğrudan da çox gözəl bir gündür. Mən ilk növbədə 6-cı Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalında iştirak edən hər kəsi təbrik edirəm. Doğrudan da çox gözəl bir günü deyərdim. Bugün ədəbiyyatımızın bayramıdır. Və bu paneldə bugün hörmətli Yusif müəllimə ayrılıbdır. Vaxt da təbii ki, çox azdır. Ona görə çalışacağım ki, çox qısa və tez danışım. Çünki burada Ələskərdən söhbət getdisə, saatlarla təbii ki, vaxt çatmaz. Ələskər dünyası doğrudan da çox böyükdür. Yəni Ələskər ədəbiyyatımıza elə bir iz qoyub ki, yəni mümkünsüzdür ki, onun haqqında 5 dəqiqədə nəysə ifadə edə bilərsən. Ancaq onu deyim ki, Dədə Ələskər haqqında hər zaman yazarlarımız müraciət edib, onun belə deyim də, fikirlərini söyləyiblər. Hal-hazırda da belə həm hörmətli Yusuf müəllim böyük bir poema yazıb, hörmətli Adilə xanım Nəzərdə Dədə Ələskər haqqında böyük bir monoqrafiya yazıb. Təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Dədə Ələskər ədəbiyyatımıza elə bir iz qoyub ki, yenə deyirəm, saatlarla, günlərlə danışsaq yenə azdır. 17 janrda ədəbiyyatımızda, məsələn, şeirlə müraciət edib. Bunun 4-ünü məktəb olaraq özü yaradıbdır. İlk dəfə, məsələn, dil dönməz, dodaq dəyməz, tərcüməz, dodaq dəyməz, müstəzad tərcüməz, yəni bunları dodaq dəyməz divani, bunlar Dədə Ələskər tərəfindən deyilibdir. Mən vaxt çox almayacağım, bayaq da elə Adilə xanım da deyir ki, Yusuf müəllim, yarım saatdır, artıq çox vaxt az qalıbdır. Ona görə çalışacağım ki, qısa deyim. Dədə Ələskər yaradıcılığına ilk növbədə həmişə dəyər verilibdir. Dədə Ələskərimiz doğrudan da Azərbaycan xalqının qəlbində yaşayır və bu yaxınlarda da bildiyiniz ki, cənab prezidentimiz onun heykəlinin açılışını elədi. Mən arzu edirəm ki, bu heykəl, növbəti heykəlimiz cənab prezidentin özü də dediyi kimi, Göyçəmizdə olsun, onun qəbir üstü abidəsi bərpa olsun. Bizim ən böyük arzumuz odur. Mən buna çox inanıram. Bilirəm ki, cənab prezidentimiz nə edirsə, onu da həyata keçirir. Mən inanıram ki, yaxın günlərdə onun da şahid olacaq. Mən vaxt almadan, ürəyimdə sözlər çoxdur, amma ona baxmayaraq, bilirəm ki, məndən sonra da dostlar danışacaqlar. Vaxt çox qısadır. Bir daha hər birinizi dərin təşəkkür edirəm və hər birinizi təbrik edirəm. Bu tədbiri təşkilatçılarına minnətdaram. Başda Yazıçılar Birliyi rəhbəri, hörmətli Anar müəllimə minnətdaram. Və bu işin bilavasitə rəhbərliğini edən Xəyal Rıza, Xəyal müəllimə təşəkkür edirəm. Hər zaman belə bir festivalda çox canı-gönüldən bu işləri həyata keçirilir. Təbrik edirəm. Təbii ki, hər birimizə təbriklər düşür. Hər birinizə dərin təşəkkür edirəm. Sağ olun. Çox xahiş edirəm. Onsuz da mən bilirəm ki, burada hər kəsin çox zəngin söhbət ola bilər, amma qısa eləmək lazımdır. Məcburam bunu deməyə. Özləri də bilirlər. Deməli, filologiya üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas alim, dilçi alim və gözəl şairimiz Adilə Nəzər xanıma söz verir. Sağ olun Yusuf müəllim. Dəvət üçün əslində mən sizə təşəkkür edirəm. Çünki 5 gündür burada ənənəvi olaraq kitab sərgisi keçirilir, amma mən vaxt eləyib gələ bilməmişdim. Elə bugün sizin dəvətinizlə əsas tutub icazə alıb işdən gələ bildim. Hamını salamlayıram, hamınıza gözəl kitab bayramları keçirməyi arzu edirəm bundan sonra da. Yusuf Nəğməkarın da özündə qeyd elədiyi kimi mən onun yaradıcılığı haqqında bir neçə məqalələr yazmışam, iri həcmli, geniş tədqiqat aparmışam, təhlillər aparmışam. Təbii ki, burada bugün o təhlillər haqqında danışmayaq, çünki vaxt darlığı var. Əsasən Yusuf Nəğməkarın yaradıcılığında sevdiyim, bəyəndiyim tərəfləri millilik, milli birliyimiz, vətənpərvərlik mövzularıdır. Və təbii ki, sevgi şeirləri də var. Ancaq mən onun əsasən Çingizçini və ən çox xoşuma gələn əsərlərindən biri poemalarından, daha doğrusu kitab şəklidir, amma poemanın adı ilə Çanaqqala Türkiyə qala əsəridir ki, o da bir neçə il bundan əvvəl Türkiyədə birinci yerə çıxıb o kitab müsabiqədə. Deməli, mən o kitabları əsasən təhlil eləmişəm. Halbuki bugün kitab bayramıdır, şeir bayramıdır, əslində poeziya bayramıdır. Mən istəyirəm Yusuf Nəğməkarın öz şeiri ilə onu təbrik edeyim və ona uğurlar arzulayım.
Sonra qısa bir əlavəm də olacaq. Yusif Nəğməkar əslində bu şeirdə 60-cı yuxu yazıb, mən 70-ci yuxu kimi oxuyuram onu. 70 ilin yuxusu şirin, acıda olub. Gözlərimin qorxusu başım tacıda olub. Bu necə yuxudur, qış yaza döndü, yaz qışa. Mən birini yatmamış, sayı çatdı 70'ə. Günləri bəlkələyib ömrümə həyan dedim. 70 il silkələyib yuxuma oyan dedim. Zamandan sapmayanın hər an mürgüsü boldu. Bir çimir tapmayanın 70'i hardan oldu? Bəsdir tərəddüd, sual, tək dərd ozan deyiləm. Gerçəyim fikir, xəyal, yuxu yazan deyiləm. Çəkdim qəmin çoxunu, üssün həsrəti Yusif. Qoy bu təzə yuxunu, yozsun həzrəti Yusif. Yusif müəllim, təbrik edirəm və icazənizlə mən bir əlavə eləmək istəyirəm, icazənizlə. Üzr istəyərək qeyd edeyim ki, bugün mənim doğum günümdür və hamınızın icazəsi ilə bir də öz şeirimi oxumaq istəyirəm ki, elə sizin adınızdan özümü təbrik edeyim icazənizlə. Əlliyeddinin naxşı. Səmanın üzü gülmüşdü dünyaya gəldiyim zaman. Yaz leysanları kəsmişdi dünyaya gəldiyim zaman. Dərddən, qəmdən uzaq idim, ay nuru kimi ağ idim, zülmətdə bir çıraq idim həyata güldüyüm zaman. Ləpəli bir dəniz idim, sevincə gedən iz idim, ağ vərək tək təmiz idim yazıla bildiyim zaman. Ömür neymiş bir marafon, aldım 5-5, verdim 10-10. Rahat oldum həmişə son tükəmi böldüyüm zaman. Nağıllar gerçək olmadı, bəxt mənə çiçək olmadı. Bu həyat göyçək olmadı sevib sevildiyim zaman. 57'nin naxışı, içimdə bahar yağışı, ruhumdakı saf baxışı tut əldən saldığım zaman. Adilə çax quruyuram, bulut ağla quru yaram. Tanrım söz qoruyaram qeydimə qaldığın zaman. Tanrı hər birimizin qeydinə qalsın. Bayramınız mübarək olsun. Şeirli günlər, şeirli anlar arzulayıram hamınıza. Sağ olun Yusif müəllim. Sizdə bir daha təbrik edirəm. Uğurlar, can sağlıq. Sağ olun, çox sağ olun. Çox vaxtımız daraldı, çox daraldı. Üzr istəyirəm. Mən Hacı Abbası 20 saat, 10 saat dinləmək istəyirəm. Amma neyək ki, buyurun, xahiş edirəm. Olsa intervyu vermişsiniz, orada hər şey var. 2 cümlə xahiş edirəm, buyurun. Hörmətli tədbir iştirakçıları, Yusif müəllim gənclik dövründə Niyaməddin müəllim, xalq şairi, xalq nəğməkarı, artisti Niyaməddin Musayevin o gözəl ecazkar səslərində Yusif müəllimin mahnılarını, nəğmələrini eşitdikcə mən qəlbim, ürəyim bu kişinin vücuduna, varlığına bağlandı. Zaman keçəndən sonra gördüm ki, Dədə Ələsgər poeması var, Ələsgər ilə. Onu yazandan sonra sən demə bu bağlı sizdə bir gizli kod da varmış. Vaxt çox azdır. Yusif müəllim musiqi, mahnı başqa şeydir, nəğmə başqa şeydir. Yusif Səmallı bu gözəl qardaşım yumuşaq könüllərə sığal çəkən, məhbət könülləri yumuşaldan, ağaçların dilindən, şəlalələrin dilindən, çəklərin dilindən, danışan yaradıcılığından, hamımızın qəlbinə özləmələrindən bir sığal çəkməyə nail olub da bizim könüldə məlhəmimizdir. Danışacaq başqa sözlərim vardı. Hörmətli Adil xanımın şeiri beynimin nə təri qarışdırırsa, nə təri qapıldımsa, amma mövzu da dəyişdi, mətn dəyişdi. Bu məkan ən ulu məkandır, siz ən ulu insanlarsınız. Çünki bura dəyər üçün gəlmişsiniz, məna üçün gəlmişsiniz, mahiyyət üçün gəlmişsiniz, sözlük və insanlıq üçün gəlmişsiniz. Tədbirədə hamınıza və hörmətli Yusif müəllim məqamımıza salam olsun. Adil xanımı da səmimi qəlbdən təbrik edirəm. Minlərlə təbrik edirəm.
Gülnar Səmə filologiya üzrə fəlsəfə doktoru. Bayaq intervyu verir burada, müsahibə verib dedi, 2 cümləsində burada deyəcək. Buyurun Gülnar. Bir daha hər kəs salamlayıram. Təşəkkür edirəm Yusif müəllim. Yusif müəllim, çox uzun-uzadı danışmağın yeri yoxdur. Əvvəllər də dediyim bir fikrimi yenə cəsarətlə təkrar etmək istəyirəm. Yusif müəllim istər lirik şeirlərindən, istər lirik epik şeirlərindən, istər publisistik yazılarından, istər televiziya fəaliyyətindən fərq etməz. Bütün yaradıcılığı ilə Azərbaycan xalqının öz milli kimliyinin qoruyucusu, onun təbliğatçısı olub. Bütün bu faktları nəzərə alaraq və onun yaradıcılığının bədii qüdrətini, həqiqətən də bədii əsər necə olmalıdır, bu suallara cavab verən tərəfləri nəzərə alaraq Yusif Nəğməkarı Azərbaycan ədəbiyyatının ən yüksək titullarına layiq görmək olar. Onlardan da biri onun həqiqətən də haqqı çatan Azərbaycanın xalq şairi adıdır. Mən bunu bir daha cəsarətlə deyirəm. İnşallah ki, biz bütün haqqı olan ədiblərimizin bu adı aldığının şahidi olduğumuz kimi Yusif müəllimdən də bu adı almasının şahidi olaraq. Təşəkkürlər. Çox sağ olun. Elə o dediyiniz xalq buradadır, xalqımızda gözünün qabağında, burada bir problem yoxdur. Əsas məsələ odur ki, yaxşı yaradıcılığımız olsun, onun uğrunda çalışmaq lazımdır və dəyərli, xalq üçün dəyərli yazılarımız olsun. Bizim gözəl bədii qiraət ustamız buradadır. Bu xanım, Ayna Səs, bayaq dedim. Onun da Dədə Ələskər poemasından bir hissəni hazırlayıb, orada da başqa bir şey söyləmişdir. Buyurun, amma zəhmət olmasın desən. Mən də hər kəsi salamlayıram və sizə Yusif Nəğməkarın Ələskər Zirvəsi adlı poemasından bir parçanı sizə təqdim etmək istəyirəm. O kimdir ki, Allaha qul bir ağa, bənzər sənət meydanında o dağa. O kimdir ki, balıq atmış qaymağa, döndəribdir hər kəlamı lələ yaz. Ələskərdən yazırsansa, belə yaz. Qarşısına çıxan olsa büdrüyüb, əyilməzlər o ustada baş əyib, aqilləri, arifləri dinləyib, tikanı da çevirib gülə yaz. Ələskərdən yazırsansa, belə yaz. Tamamlıqsa tamamlanan bir ömür, nə təyindir, nə xəbərdir, nə əmir. O dürəkdir, dindirsən də heç demir, alov saçan duyğuları külə yaz. Ələskərdən yazırsansa, belə yaz. Ustad deyər qoy səslənsin doğru səs, yalan yazan, əyri yozan dil əbəs, həqiqətdən mətləb qanmayan o kəs, onu zülmət girdabına kölə yaz. Ələskərdən yazırsansa, belə yaz. Söz astarın iç üzündə su varsa, dərd fikrini göz yaşıyla suvarsa, nitq səsi zərfə, saya nə varsa, isim sifət əvəzliyə feylə yaz. Ələskərdən yazırsansa, belə yaz. Elə bil ki, sən torpağa atıb dən, barlı zəmi biçməlisən, vara tən, dilin ola tanrı deyən, yar ötən, üç beşə yox, cəmə köklən, küllə yaz. Ələskərdən yazırsansa, belə yaz. Demədim ki, nə deyirəm onu de, əvvəlini mən söyləyim, sonu de. Səni nə titrədir, durma, ani de. Nə düşünüb, nə duyursan elə yaz. Ələskərdən yazırsansa, belə yaz. Yusif müəllim, mən istəyirəm bir musiqinən də deyim. Bax, mənim musiqi olmadı şeyimdə. Başqa bir lirik şey. Bir lirik şey olsaydı. Bir lirik, onu deyim. Ürəyimdən keçirdim. Məni göz yaşınla çaşdırma belə. Kişilər aldanır göz yaşlarına. Ağlaya-ağlaya söz demə bir də, yaraşmaz o titrək söz yaşlarına. Kişilər aldanır göz yaşlarına. Ağla, bu dərdlərin yüzünə ağla. Amma doğru dürüst özünə ağla. Madem ağlayırsan, düzünə ağla. Qoy mən də inanım düz yaşlarına. Həsrət
yağışında az islanmadıq. Leysanla sönmədi alovun odun, qadına bənzəyən sirli həyatın, nəğməkar, dözmüsən, döz yaşlarına. Kişilər aldanır göz yaşlarına, şairlər aldanır göz yaşlarına. Var olun. Göz deyirsən, nəğməkar dözsünlər, tabi da nə böyük məsələ var. Türk dünyasının, tək Azərbaycanın yox, Şəlvan dünyasının və bütün dünyanın sevimli səs sənətçisi Niyaməddin Musayev buradadır. Azərbaycanın xalq artisti. Alqışlar! Və onunla mənim yaradıcılıq, əməkdaşlığım bütün xalqımıza məlumdur. Mən onları xırdalamıram, vaxt gedir. Bu vaxt Damokl qılıncıdır. Deməyin, Yusif gəldi bircə şeir oxudu getdi. Vaxt ayırıb çoxlu şeirlər oxuyacağım sizə. Ona görə də sözü görkəmli səs sənətçimiz Niyaməddin Musayevə verim. O mənim sözlərimdən ibarət mahnılar hazırlayıb. Çoxludur, onun da sayı hesabı yoxdur. Yəqin birin ya ikisini oxuyan öz hökmüdür onun, özünün qərarıdır. Buyurun Niyaməddin müəllim, xalq sizi gözləyir. Buyurun. Onun Türk dünyasında Makar adlı şəhər var. Hər vaxtınız xeyir olsun.
Çok sağ olun. Alkışlarınıza güzel teşekkür ederiz. Bugünleri çok güzel bayramdı. Hem edebiyat günleri, hem Türk Birlik Halkları Birleşmesi mağluplarından ne kadar güzeldi. Yusuf Mərhum bu sözlerini ben 2006 yılda bu nağməni yazmış. Onda hələ Türk Birlik Halkları Birleşmesinden hələ bir söhbət yoktu. Ama şükürler olsun ki vaxt geldi. Yani ki Türk Birlik Halkları Birleşmesi olahiyeti zamanı geldi çattı. Yani Türk Birlik Halklar birleşe bir daha muhteşem bir halk gibi bütün dünyaya sözümüzü değil. De Gülsüm Mərhumun sözleri hem de başka oynak, şen, güzel, ruhlu olan nağmələri var. Hem de Gülsüm Mərhumun nağmələri çok vətənpərvər nağmələri var. Azerbaycan torpağında Azerbaycan prezidenti, Azerbaycan'ın sonra ya el atası görürsünüz ne kadar hey bakarım yollarına bu sıra bu kadar nağmələri var. İndi senden şen ehval röheli bir de Yusuf Mərhum tebrik ederim. Sen uzun ömür, yarazlara can sağlığı arzuyorum. Bütün yazıcıların hamısını tebrik ederim. Ve buna gelen insanlar sağ olsunlar ki poezimize kıymetlendirip gelmiyorlar. Gelsin bir de. Siz de var olun ki çok büyüklük gösterin. Onsuz da gel ben büyük adamsın, büyük sənətkar kimi gelmişsiniz halkın karşısına ve bugünkü günde bu Türk dünyasının sevinci olan, bəxşişi olan bu güzel azadlık, bir müstəqillik deyilən bir aləmə qədəm basmışsınız ve fikirlerinizi deyirsiniz. Məğrurluğu terk edilmez. Siz sancılan yurt yenilmez. Azerbaycan, Türk bayrağı. İndi ise hey bakarım yollarına nəğməsi gelsin. Şen ehbar muasir.
Eşk olsun Yusuf'um. Alkışlar gelsin Yusuf benim. Bütün yaratıcı insanlara hoşlanacağım. Sağ olun. Gelen görüşlere de. Sağ olun. Çok teşekkür ederim. Əziz dostlar, sağ olun, sağ olun. Əlbəttə şəkil də çəkilir, televiziya verilişi də çəkilir bugün. Gələn dostlarımıza, rejissorlara, redaktorlara, operatorlara dərin minnətdarlığımızı bildiririk. Sağ olun, var olun. Həmişə belə xoş günlərdə görüşürüz. Eşk olsun Banu Xanım'a aparıcıdır. Çok güzel. Hem de şairedir. Çok teşekkür ederim. Çok sağ olun, çok sağ olun her biriniz. Değerli Niyamet müəllimə teşekkür edirik. Görürsünüz necə tədbirimizə renk qatdı və vurğulamaq istəyirəm ki, gün ərzində belə maraqlı konsert proqramımız da olacaq, şeirli saatımız da olacaq. Bizləri bugün Hər misran bir bəstə, hər sözün nəğmə, qəlbinin səsidir şeirin usta. Duyğular selinə, sən bəndlər vurma, İlhamın dənizdir, xəyalın azad. Adınla birləşib sənətin varım, sən Yusif nəğməkar söz sənətkarı. Qələmin toxunsa quru bir daşa, orada da bir incə nəfəs canlanar. Sən elə vurğunsan torpağa yaşar, səni misralardan tanıyır canlı. Hər kitab bir ömür, bir sevgi payı, sətirlər içində tapır dünyanı. Sən elə yazırsan ey ulu usta, sözün nəfəsində musiqidini, ruhun bu dünyada uçur çox azad. Kədərdə, sevincdə sən eysin işi, bəzən ağlar gələn duyulu bir ah, sənin qələmində dönür nəğməyə, nəğməyə. Hər misran bir bəstə, hər sözün nəğmə, qəlbinin səsidir şeirin usta. Duyğular selinə, sən bəndlər vurma, İlhamın dənizdir, xəyalın azad. Adınla birləşib sənətin varım, sən Yusif nəğməkar söz sənətkarı. Qələmin toxunsa quru bir daşa, orada da bir incə nəfəs canlanar. Sən elə vurğunsan torpağa yaşar, səni misralardan tanıyır canlar. Hər kitab bir ömür, bir sevgi payı, sətirlər içində tapır dünyanı.